Salam, bugünkü izahım fonetika bölməsindəndir. Si hərfinin oxunuşu haqqındadır. Şagirdlərin ən çox çalışdığı məqamdır. Si hərfi iki cür oxuna bilir. S və K kimi. Si hərfindən əvvəl I, E, Y hərfləri gələrsə, S kimi oxunacaq. Qalan bütün hallarda K kimi oxunar. Diqqət eləyək city sözünə. Si hərfindən sonra I hərfi gəlib, S kimi oxundu. Cycle sözü C hərfindən sonra birinci tərəfdə Y gəlib, ikinci tərəfdə L hərfi gəlib. Ona görə cycle kimi birinci S, ikinci K kimi oxundu. Cow sözü C hərfindən sonra O gəldiyinə görə K kimi oxundu. Car sözü iki cür oxunur. Birinci United Kingdom, yəni ki R səslənmir, K. İkinci United States, car kimi oxunar. Burada da gördüyünüz kimi K-dan sonra E hərfi gəldiyinə görə K kimi oxundu. Sizə sualım odur ki, bu iki söz tələffüz etmirəm. Sizcə necə oxunar?